Herkese salam. Bugün yeni bir video ile karşınızdayım. Videonun başlığından gördüğünüz gibi akşam vlog çəkirəm. İndi isə çox uzatmadan videoya başlayaq. İndi qırağa çıxacağam. Ətrafı sizə göstərəcəm. Nə eləsəm yəni sizə deyəcəm. Hələlik yəni videonu burada sonlandırıram. Birazdan başlayacağım çəkməyə. Yəni kameranı açacağam. Çıkıma bakma bana, acısı da güzel, iyisini aradım hayatım. Bu videonu evden başlayacağım. Çölə çıxmışdım. O kadrları çəkmişəm. Musiqi əlavə edib paylaşacağam. Bunu da daha doğrusu onu görəcəksiniz. Ondan sonra bunu görəcəksiniz. Bilirsiniz ki, mənim YouTube kanalım hesabım silinmişdi. Məndən silinmişdi və ikinci doğrulama, yəni hesabı kurtarmaq üçün ikinci doğrulama daha doğrusu doğrulama istəyirdi. Hesab məndə deyil deyə doğrulamana heç cürə eləmək olmurdu. Hesabı daha doğrusu düzəltdirdim. 2 həftə video atmadım. İzləyici gəldi, abunə sayı qalmışdı. Daha doğrusu 20-si falan belə abunəsi gəlmişdi. Onda heç nə olmaz. İzlənmə sayı, vaxt sayı olaraq çox düşmüşdü aşağı. Bir neçə gündə çoxlu bolca video atmağa çalışıram. Uzun video atmağa vaxtım yox idi. Hani çəkməyə vaxtım yox idi. Yaydı deyə bolca gəzinti vloglar falan çəkəcəm. İndi aşağı düşürəm, çay içəcəm, onu göstərəcəm sizə. Yeniden herkese salam. Videonun davamını daha doğrusu sonunu devam etdirirəm. Dünənləri elə də video çəkmədim. 1 dəqiqə 49 saniyəlik video çəkmişəm. Dedim dünənləri video paylaşmışdım. Sual cavab eləyəcəm. Yəni mənə dair nə suallarınız varsa yorumlara yazarsınız. Birinci yorumum videoya qoyacağam. Yəni ekranı siz də görəcəksiniz yorumu. Birinci sualımız ən yaxın dostum və ya yaxının sual işarəsi qoyub. Yəqin demək istəyir ki, ən yaxın dostum və ya yaxın kimdir? Ən yaxın dostum sinifdən olaraq əslində mən hamla mehribanam, hamla dostum. Prosta mənimlə yəni onlar mənə necə davranırlarsa mən də onlarla eləyəm də. Sinifdən ən yaxın qızlardan dostum Mehribandır. Onunla video çəkmişdim. Sinifdən gəzinti vlogunda var idi o. Gedib izləyə bilərsiniz. Oğlanlardan da Ağbaladır. Fəxridir, Sahildir. Belə. Mehracdır, Ülvidir. Yəni çoxdur da. Ağlıma gələnləri deyirəm. İkinci sualımız ən böyük xəyalım nədir? Ən böyük xəyalım YouTube-da 100K olmaq. Yəni o plaket gəlsin, mən əlimdə olsun, ona şey çəkdirim. Bir də maşınım olsun. Maşın da sonuçta istəyirəm. Honda'dan Mercedes. Üçüncü sual, özün güvənirsən? Yəqin başa düşmədim nə yazmaq istəyib, özün yazım. Yəqin özünə güvənirsən demək istəyib. Baxın nə konularda. YouTube məsələn video çəkirəmsə YouTube'dan daha doğrusu YouTube'dan misal çəkim. YouTube'da yəni 100K olmağıma yəni özümə güvənmirəm ki, vaxt da qoymuşam. Sentyabrda məsələn öz ad günümdə sentyabrın 20-sinəcəm 100K olum. Belə hədəf qoymuşam. Yəni özümə güvənmirəm. Niyə də olmasın? 4. Düşmanın var və kimdir? Deməyə də bilərsən. Düşmanım yanlarda dedim. Yəni düşmanım var deyəndə ki, var ya yoxsa deyəndə ki, kim mənə məsələn biri mənə yaxşı davranırsa, mən də ona qarşılıq yaxşı davranıram. Məsələn illəri var ki, mən özümə gülürlər, arxamca danışırlar. Onlar da yəni kim mənə eləyir, mən ona qarşılığını verirəm. Buradan demək istəmirəm, ad çəkmək istəmirəm düşmanım kimdə. Düşmanım var, o deyirəm, düşmanım var, prosta ad deməyəcəm, yəni çəkməyəcəm. 5. Heç birinə ihanət etdin. Mən yenə deyirəm, mən xasiyyətim elədir ki, mən hamından mehribanam. Yəni hamından yola gedirəm. İndi bəziləri var ki, onlar heç kimdən yola getmir, onların problemidir. Yola getmirsə, yəni mənə nəsə eləyirsə, pislik eləyirsə, mən də ona yola getməyəcəm, yəni nəsə eləyəcəm ona. Belə yox. İndi videomu dayandıracağam, növbəti suallara keçərək onları oxuyacağam. Birinci, daha doğrusu belə başlayıram birdən oxumağa. Yazıb Ağbala Mehdiyev. Adlarım siləcəm, qoymayacağam. Ancaq yəni siz suallar görəcəksiniz. Bir harada qalırsan? Mən Salyan rayonunda qalıram. Salyanın özündənəm. Mən çox yazılar videomun altında. Məsələn, mən emayım Aygin addan xatnalar ilişidir. Yazırlar Salyanızam. Hə, Salyanın kəndindən deyiləm, Salyanın özündənəm. Bunu çox soruşursunuz. 2. Ən çox sevdiyim yemək hansıdır? Mən ev yeməkləri elə də sevmirəm. Yəni yarpaq dolması favorimdir birinci sırada. Balıq, bir də kabab. Bir də fast food sevirəm. Fast foodu yəni hamısını sevirəm. O kim sevmir ki? Üçüncü suala keçirəm. Ən çox sevdiyim oyun hansıdır? Mən oyun oynamağı sevmirəm. Mənə maraq vermir, qətiyyən maraq vermir. Ona görə oyun oynamıram mən. Belə canlı oyun oynayaram. Məsələn, voleybol falan oynayaram. Və digər oyunları. Prosta telefondan qətiyyən sevmirəm oyun oynamağı. Mənə maraq vermir qətiyyən. 4-cü suala keçirəm. Neçənci sinifdə oxuyursan? 8-i bitirdim, 9-a keçəcəm. Keçəcəm daha doğrusu. Neçənci bunu oxudum. 5-ci suala keçirəm. Neçə yaşım var? Mənim 13 yaşım var. 14 olacaq sentyabrın 23-ü. Yəni hələ ki 14 tamam olmamışam deyə 13 istəyirəm. 13 yaşım var. 6-cı suala keçirəm. Neçə nömrəli məktəbdə oxuyursan? Mən 4 nömrəli Yusuf Qasımov adlı 4 nömrəli tam orta məktəbdə oxuyuram. Səlyanda. Super məktəb. Bu arada mənim məktəbdən izləyicilərim var. Gəlirlər yanıma. Onlar da buradan salam deyirəm. Adlarını bilmirəm. Zeynəb idi, nə idi? Yəqin bu videoya baxarsa özü bildiyi kimi deyirəm. Niyə YouTuber olmağı seçdim? Mən əslində 3 ildir ki YouTube kanalımı açmışam. Əvvəl mənim çox böyük həvəsim var idi, yəni video çəkmək falan. Həmişə baxırdım. Marağım var idi. Dedim niyə olmasın? Mən 2022-dən 20 dekabr açmışam da. O vaxtdan bəri başlamışam çəkməyə. Prosta bir il falan belə 9 ay ara vermişəm. Dərslər olduğuna görə çəkmirdim. Sonra da başlamışam, yəni üstündə işləməyə. Bu qədər nəticəm var hələ ki. Bir video çəkməmişəm. Ən çox sevdiyim, bu da ümumilikdə cavabım, yəni balcağda həvəsim var idi.
8-ci suala keçirəm. Ən çox sevdiyin sinif yoldaşın kimdir? Bunu bayaq da dedim. Yəni sual var idi. Nə idi? Ən çox sevdiyin dostun yadın. Orada cavabını verir. Yəni bunu oradan yəqin baxmısınız deməyəcəm bunu. Qızlarda mehriban olanlardan Ağbaladır, Mehracdır, Ülvidir. Çoxdur da yəni. Təzədən hamısını saymayım. Çünki birini deyirəm, biri yadından çıxır. Sonra qanqarasılıq olur. Çünki mən adını yadımdadır. 9 oyun oynayırsansa hansılardır? Bunu səhv eləmirəmsə bayaq oxuduğum belə bir sual yazmışlar. Mən oyun oynamaq sevirəm, oynamıram qətiyyən, mənə maraq vermir. Bayaq dedim. 10 ən çox sevdiyim ölkə hansıdır? Azərbaycan, Türkiyə. Mən başqa bir də Azərbaycan rayonları sevirəm mən. Məsələn, yayda Qəzvinkiyə falan getmək, Qəbələdir, Masallıdır. Belə yerlər mən sevirəm. Ölkə Azərbaycandan Türkiyə, klassik. Bir ən sevdiyim yemək. Bunu bayaq oxudum. Yəni eyni suallardan səsli yeni səhv oxuyursan, yəni eyni suallardan çox yazıblar. Bu arada az yorum gəlib, prosta bir dənə adam çoxlu 10 dənə bir yorum yazıb. Dedim ki, niyə olmasın çəkim. Bir ən sevdiyim yemək yarpaq dolması, balıq, kabab, fast food. Bayaq dedim ki, hansı məktəbdə oxuyursan? 4 nömrəli məktəbdə oxuyuram. 3 voleybol yoxsa futbol? Məncə ikisi də yaxşıdır. Özünün ayrı yerləri var. Yəni hərə deyəndə ki, voleybolun futbolun ayrı yerləri var mənə görə. Amma belə seçsəm futbol. Voleybol elə də möhtəşəm bacarmıram, ancaq voleybola baxanda futbol yaxşıdır. Hansı futbol takımını tutursan? Növbəti sualımızdır. Fenerbahçeni tuturam türklərdən. Azərbaycandan da Qarabağı. Bir də Salyan Fırqı var. Salyan dəstəkləyirəm onu. Bu üç takım mənim favorimdir. Başqalar türkləşəcək yoruma Fener ağlamaya. Onu deyim ki, belə yorum yazsaz hamısını siləcəm, yəni şikayət edəcəm. Nəsə Emal Uzayadca, nəsə bildirim falan gəlsə birinci məndən ol. Bütün yorum nədir? Takımlara yəni hörmətlə yanaşıram. Hörmətə bağlıdır, belə deyək. İkinci ən sevdiyim rəng. Ən sevdiyim rəng mavidir. Açıq mavi, yəni səma mavisi. Sonra yaşıldır, sarıdır bu rəng. Belə ağdır, qaradır. Belə rəngləri sevirəm. Pastel rəng. Gedir deyəsən, səhv eləmirəmsə. Bütün rəngləri elə də sevirəm. 2 3 hansı bürcsən və hansı bürcdə daha yaxşı yola gedirsən? Mən qız bürcüyəm. Qız bürcündən daha yaxşı yola gedirəm, yəni öz bürcümdən. Sonra əkizlərlə yola gedirəm. Şirlərlə yola gedirəm, prosta baxır. Yəni arada nəsə olur. Yəni arada davi ilə arada yaxşı yola gedirik. Belə deyim. Bu bürclərlə daha yaxşı yola gedirəm. Bir də Dolça. Tərəzi də yaxşı dərsində. Bütün bürcləri saydım da. 4 harada doğulmusan və harada yaşayırsan? Salyan rayonunda doğulmuşam, Salyanda yaşayıram. 5 necə xasiyyətli adamla yola gedirsən? Mən özüm tipli. Yəni ki, izləyənə daha doğrusu tipim belə də əyləncəli, mehriban, yəni əyləncə sevən, gəzməyi sevən, musiqi sevən, belə sənət sevən adamlarla daha yaxşı yola gedirəm. Cavab versən sevinərəm, cavab verdim. Bir ən sevdiyim mahnı. Mən ən sevdiyim mahnı Azərbaycan mahnılarıdır. Demək istəmirəm bunu. Meyxana sevirəm. Bunu dedim. Meyxana favorimdir. 2 ən sevdiyim geyim markası. Nike, Adidas, Polo şari var, yəqin özünüz bildiniz. Bunları sevirəm. 3 ən sevdiyim hobbin. Ən sevdiyim hobbin oyunçuluqla məşğul olmaq, yəni taxta üzərində figurlar falan yaratmaq. Bu arada müəllimin hesabını qoyacağam birinci bura. Yazacağam, gedib baxarsınız əl işlərinə. Mən YouTube'da çox da paylaşmıram əl işlərimi. Bir-iki video var ki, orada yəni şəkillər birləşdirmişəm, video halına gətirmişəm, onları paylaşmışam. Oyunçuluqla məşğul olan rəqs edirəm, mahnıya qulaq asıram, gəzməyə gedirəm, yəni çölə çıxıram, səfər etmək falan. Belə. Yorumlar bu qədər idi. Kanalıma abunə olub, like atıb, bildirimləri açıb və yorum yazmağı unutmayın. Sağ olun.